Subhanallah, belə deyək də, cahilliyimizdən Allah bizi islah eləsin, bağışlasın. Cahilliyimizdən dolayı 100 dənə beynimizə yük yığırıq. Filan şey necə olacaq, filan şey necə olacaq, filan şey necə olacaq, Allah haqqı. Bəzən hətta olur ki, düşündürür şeytan, başqa-başqa zənlər gətirir də insana. Bəs filan gələcəkdə filan şey necə olacaq, filan şey. İmam Şafi bilsin nə deyir? İmam Şafi deyir ki, Allaha deyir, qarşı deyir, ədəbsizlikdir. Və Allahın haqqında husn zəndə olmamaqdır və Allahın haqqında su zəndə olmaqdır, pis zəndə olmaq. Nə? Fikirləşmək ki, gələcəkdə filan şey necə olacaq. Subhanallah. Allah həvalə elə, qardaş. Bütün işlərini Allah həvalə elə, subhanahu teala. Bu iki təmin yerlərin və göylərin sahibi olan, kəramat sahibi Rəbbim, subhanahu teala. O Rəbb ki, Allahu akbar. Baxın, belə deyək də, biz insanlar o qədər zəifik ki, biz insanlar o qədər acizik ki, biz insanlar o qədər məsələləri yaxşı başa düşməmişik ki, belə deyək də, Allah haqqında o qədər məlumatımız, mərifəmiz yoxdur deyən, Allah haqqında bilgimiz yoxdur deyən, subhanahu teala. Həmişə bu şeylərdə bizə qalaq olur, həmişə bu şeylərdə pərişanlıq başlayır. 100 dənə məsələni beynində fikirləşmə, qardaş. Nə qarşına çıxsa Allaha təvəkkül edə. O mən yetəvəkkəl Allah, fəhvə hasbu. Kim Allaha təvəkkül edərsə Allah ona yetər.